Bak efendim ben hanım oğlum ben. Bal diye bal. Üstümüze lastikler, üstümüze lastikler. Şenzala pat, şirin karay. Düzmez yalan, bizler bağ gelir. Neydirik? Gedək nənəylə, babayla, dovşanla mahnı oxumağa. Gedək, getdik. Gedik sərgüftay, ray 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 ray. İki övlad anasıyam, ailəliyəm, bəli. İxtisasım xanəndə. İncəsənət Universitetinin Soloxu fakültəsini bitirmişəm. Bir müddət kukla teatrında çalışdıqdan sonra reabilitasiya mərkəzində işləmişəm. Daha sonra isə hal-hazırda Down sindromlu şəxslərin reabilitasiya mərkəzində musiqi və rəqs müəlliməsi üzrə çalışıram. Bəzi məlum səbəblərdən oxumaqla bağlı narazıçılıq var. Daha sonra isə kukla teatrında çalışmağa başladım. Bir çox tamaşalarda rol aldım və orada da bəzən Shakespeare'in tamaşasında Yelena obrazında iştirak etdiyim halda orada bəzi fraqmentlər var idi ki, oxumaq belə hər dəfəsində kiçik, yəni demək olar ki, biraz arzuma çatırdım. Daha sonra uşaqlarla işləməyi daha çox sevirəm və orada da bilmirəm kukla teatrının böyük təsiri varmı, yoxsa yox. Orada da kiçik kuklalarla, yəqin ki, siz özünüz gördünüz. Onlarla sanki obrazlar, yeni obrazlar yaratmaqla, musiqini həmin o əl kuklalarıyla daha çox üzə çıxartmağa çalışıram və bu mənə çox gözəl təsir bağışlayır. Səhv etmirəmsə 2023-ün fevralın 1-i idi mən bura işə gələndə. Mən hər zaman arzusunda olmuşam ki, Down sindromu şəxslərin reabilitasiya mərkəzində çalışım, mələklərlə daha yaxından tanış olum. Elə bir çətinliyim olmayıb, xeyr. Bilirsiniz, bundan öncə də reabilitasiya mərkəzində çalışdığıma görə bəlkə də daha çox mənə rahat gəlməyə başladı. İncəsənət də olduğundan əlaqədardır, bilmirəm, incəsənət insanların daha çox emosional düşüncələrə, emosional hisslərə tez-tez qapılması olur. Ona görə onların daha çox ünsiyyət qururuq, qayğısı, sevgisi, bir-birimizlə uşaq obrazlar və yaxud mahnı dili ilə götürək. Ona görə xeyr, əksinə mənə daha rahat gəlib. İşini sevən insan, işinə can qoyan insan həmin anda maddiyyatı düşünmür. Nə qədər sonrası çətin olar və yaxud olmaz, iş zamanı yəni o maddiyyatla, yəni işinin öhdəsindən gəlmirsən. Sən bütün vücudunla, bütün fikirlərinlə o dərsə odaqlanırsan və fikirləşirsən ki, uşaqların həyatında hər hansısa bir təsirin olsun. Buranın bir başqa bir dünyası var. Yəni o uşaqlarla sən heç bir yəni necə deyim, sıxıntıdan düşünə bilmirsən. İşinə o qədər ürəkdən can yandırmağa çalışır. Yəni bu mən tək deyil. Bütün pedaqoqlarımızı nəzərdə tuturam yəni. Yəni burada baxsanız, bizim burada bir çox idman, psixoloq, logoped, rəsm, xalça, yəni digər pedaqoqlarla ünsiyyət qursaz, baxarsınız ki, həqiqətən onların hər biri sanki həmin bu mərkəzə daxil olanda heç bir, yəni bütün hər bir şey çöldə qalır. Hər bir işin başında əlbəttə ki, sevgi durur. Ananı da baxırıq, görürük bugünkü gündə neçə ailələr var ki, övlad həsrətindədir. Ancaq övladı var, övladının qədrini bilməyən analar var. Bu da mənə elə gəlir ki, sevginin tam olmamağından irəli gəlir. Mən oxuyuram, siz də orada bəhbəh sözünü deyəcəksiniz. Yaxşı, hazırsan Hikmət? Gül açılanda yaz olur,
bəh. Kədərim, qəmim az olur. Bəh, bəh. Gözəl dəyiş və naz olur. Bəh, bəh. Gəl, gəl, gözəl yar, sevirəm səni. Gözəl dəyiş və naz olur. Bəh, bəh, bəh. Gəl, gəl, gözəl yar, sevirəm səni. Sakit gəlir ilk gün, ilk dərslərdə sakit oturur. Heç bir hərəkət, heç bir diqqət, özünə qapanmış bir vəziyyətdə. Yəni onu ola bilər ki, 2 dərs, 3 dərs gedə bilər. Ancaq valideynlər bizə məlumat bildirir ki, uşaq evdə öz oyuncağını götürüb hərəkətlərlə zümzümə edir. Nitqi olmasa belə. Bu bizim üçün bilirsiniz necə gözəl uğurdur, necə xoşbəxtdir, yəni sevindirici haldır. Zamanla bəli. Yəni tək musiqi, rəqs deyil. Ən çox burada götürək ki, pedaqoqlarımızın, logopedlərimizin, yəni heç bir əməyi danılmazdı. Yəni birini misal çəkək mümkün deyil. Hər kəs vəhdət təşkil edir burada. Hərənin özünün öz peşəsi bir-birimizə sanki, necə deyim, zəncirvari bağlanmış bir vəziyyət və ortada da çox şükür nəticəmiz gözəl olur. O sevgini izah eləmək olmur. Həmin bu mərkəzə girəndə bütün pedaqoqlarımız və mən əminliklə deyirik ki, biz deyilik də, yəni. Biz tam başqa bir mühitdəyik. Sanki Allah tərəfindən qəribə bir mühitin içinə giririk. Orada ancaq, necə deyim, gündəlik hər bir şey qoyuruq qırağa. Sevgi, səbir. Bu da bizə xoş gəlir. Əlbəttə ki, insanlıq biz də yoruluruq. Ancaq, yəni, biz özümüz də xoşbəxt oluruq. Hələ ki, onların nəticələrini görəndə. Mən gedərəm oğlana, onun pulu çox olsun. Onun pulu çox olsun. Dərdi qəm az olsun. Pulun var? Var. Pulun var? Var. Pulun var, gələrəm. Dedim acı yaşam. Belə yarımsan. Canımcan. Bir də bunu vurğulamaq istəyirəm. Sizdən çox xahiş edirəm. Yəni buradan məni izləyənlər, mən istəmirəm tək Əzizin videoları daha çox önə çıxsın. Bütün uşaqlarımızın sevilsin. Bütün uşaqlarımız. Mən bəzən çox incinirəm. Əziz mənim balaca mələyimdir, balaca pişiyimdir. Amma digər valideynlər də xoşbəxt olur. Valideyn xeyir duası həqiqətən övladının danışmır, rəqs etmir, oxumur. Ancaq onun çəkilişini görəndə sanki uşağının hər bir şeyini görür. Onunla mən xoşbəxt oluram. Allah o insanları, o valideynləri seçir, bilirsiniz. İnsanın qarşısına nə çıxırsa, ya onun sınağıdır, ya da onun etdiyi hər hansısa bir səhvdən dolayıdır. Ona görə necə Allah məsləhət bilib ki, sənə o övladı verib. Yəqin ki, o övladla bərabər insana güc qüvvət verir. Övlad dünyaya gətirməklə deyil, hal-hazırda bizim işlədiyimiz uşaqlar. Sevgi olmasa işləmək olar. Balaca pişik, oyuncaq gəzir. Oxuyun. Balaca pişik, evin içində quyruğu nəzir. Miyav, pişik necə səs çıxardır? İlk öncə sosiallaşmalıdır uşaqlarımız. Daha çox sosial mühitdə, yəni heç bir fərq qoymadan bütün cəmiyyəti, bütün uşaqlarla birlikdə, yəni əyləncələri, tamaşaları, daha çox tədbirlərdə, konsertlərdə, yəni heç bir fərqlilik olmasa, qeyri-adi baxılmaz bizim mələkləri, bizim uşaqlara. Yaşlarının fərqinə baxdınız, fikir verdiniz, ancaq yaşın böyüklüyü ilə deyil. Onlar sanki körpə bir uşaq düşüncəsində, xasiyyətindədir. Reabilitasiyaların sayı çox olmalıdır. Düşünürəm ki, yəni bunu da öhdəlik olaraq pedaqoqun üzərinə qoyulmamalıdır. Mərkəzdə, məktəbdə pedaqoq öz işini görməlidir. Evdə isə
valideyn daha çox işləməlidir üzərində. İkisi birlikdə daha effektli bir nəticə çıxır ortalığa. Onları qucaqlayıram, öpürəm. İçimdən, ürəyimdən gəlir. Elə bilirəm ki, Allah da mənim övladlarımı qoruyur. Öpüb qucaqlayır, əzizləyir. Və şükür Allaha ki, çox şükür, yəni heç bir, yəni o baxımdan heç bir çətinliyim yoxdur. Övladlarım məktəbdən tək qayıdır. İşdən dolayı, yəni mən onlara dəstək ola bilmirəm. O qədər xoşbəxtəm ki, düşünürəm, misal üçün bu gün hətta kefsiz olanda, kefim olmaya biləndə, olmayanda uşaqları qucaqlayıram. Qulağına pıçıldamaq bilmirəm nə dərəcədə düzgündür ki, sən dua elə mənim üçün. O da qucaqlayır, sanki qəribə belə bir his gəlir. Bunu mən yaşayaraqdan deyirəm, bilmirəm. O da məni qucaqlayır, möhkəm-möhkəm öpür. Elə bilirəm ki, Allah məni o uşağın vasitəçi ilə əzizləyir. Mənə güc qüvvət verir. Onu başa sala bilmirəm. Mənə deyirlər ki, sən ruhsal aləmin, sən hardasan, sən bu adam deyilsən, filan belə, amma izah eləyə bilmirəm. Bəzən xırda nüanslar olur ki, indi iş görəndə yanır, yaxud kəsilir, yaxud hər hansısa bir yerin ağrıdır da. Onu uşaqlarla uşaqlanma bir vəziyyətinə gəlirəm ki, yorulmuşam, mən sevgi istəyirəm, diqqət istəyirəm. Bəlkə də bu gündəlik həyatımızda olan insanlara bu sözləri desək, o qədər sevgi ala bilmərik. Başa düşürsünüz? Onların sevgisi bir ayrı olur, içdən olur. Çox içdən olur. Qucaqlayır, öpür, hay canım. Başlayırsan bütün ağrılarını, bütün yorğunluqlarını unutmağa. Mənim də artıq 40 yaşım tamam olacaq. 3 ay sonra. Mən özümə baxıram, 40 yaşında görmürəm. Yəni bu mərkəzdə görmürəm. Mərkəzdən çıxanda 50 yaşında da görürəm. Amma burada heç 40 yaşında görmürəm. Əzizin yaşında oluram, validənin yaşında oluram, İsaqın yaşında oluram. Belə bizi sevin, bizi qoruyun. Biz hər kəsə sevgi saçırıq. Sevgi, ürəkdən sevgi saçırıq. Biz günəşin mələkləri, günəşin uşaqlarıyıq.